الحمد لله الذي لا تدركه الأبصار ولا تحويه الأفكار ولا تحيط به الأوهام، نحمده حمد الشاكرين ونستغفره استغفار الخاشعين ونصلي على محمد وآله الطاهرين. Allahın zatının dəş olunmazlığı barədə Quran-ı Kərimdən dəlil gətirəcəyik. لا تدركه الأبصار وهو يدرك الأبصار وهو اللطيف الخبير. Gözlər onu dərk edə bilməz, lakin o gözləri dərk edər. O lətifdir, incə idrak sahibidir, xəbirdir, hər şeydən xəbərdardır. لا تدركه Feilin kökü dərəkə, idrak etmək, əhatə etmək. Bu zəmiri Allahı göstərir, yəni onu dərk edə bilməz. الأبصار Cəm isimdir, gözlər deməkdir. İdrak edən vasitə olaraq gəlmişdir. Latif, gizli şeyləri incəliklə bilmək, xəbir, bütün hallardan xəbərdar olmaq. Bu ayə açıq şəkildə göstərir ki, Allah Təalanın zatı idrakla əhatə edə bilməz. Məkanını və xüsusiyyətini anlamaqdır. Allah isə məkan və zamandan kənardır. İmam Əli əleyhissalam belə buyurur ki, كمال التوحيد نفي الصفات عنه. Tavhidin kamili onun barəsində sifətləri inkar etməkdir. كمال Kəlməsi mübtəda, yəni baş mövzu olub. Tamamlıq, mükəmməllik deməkdir. نفي الصفات Sifətlərin inkarı mənasındadır. Burada nəfyu isim mənasındadır. Yəni bir şeyi uzaq bilmək. عنه. Zəmiri Allahı göstərir. Yəni kamil tavhid odur ki, Allahın zatı barədə o cürdür, belədir kimi kəlmələr, kimi ifadələr işlədilməsin. Çünki onu heç bir məxluq xüsusiyyətləri ilə təsvir etmək olmaz. İmam Sadiq əleyhissalam buyurur ki, كل ما ميزتموه بأوهامكم في أدق معانيه مخلوق مثلكم. siz zehninizdə ən incə mənalarla belə nəyi təsəvvür edirsinizsə, o sizin kimi yaradılmışdır. Yəni Allah barədə nə düşünürüksə, o artıq yaradılmış məfhumdur. Deməli, Allah zatı ilə dərk edilə bilməz, lakin əlamətləri və əsərləri ilə tanınır. Bu nəticəyə gəlir ki, Allahın zatı təfəkkür və təsəvvür hududundan kənardır. Onun zatı barəsində düşünmək nədir? Sualına cavab tapmaq deyil, dəlillərlə onu tanımaqdır. Yəni o cisim deyil, enerji deyil, məkanlı deyil, vaxtlı deyil. Əhl-Beyt əleyhissalamdan belə bir kəlam gəlib ki, Allahı dərk etmək istəyən onu bilməklə tanısın. Çünki bilməzlik onun böyüklüyünün nişanəsidir. اللهم عرفنا نفسك فإنك إن لم تعرفنا نفسك لم نعرف نبيك. اللهم اجعل قلوبنا محلا لمعرفتك وأذهاننا نورا بتوحيدك وارزقنا نظر الرحمة من وجهك الكريم بحق محمد وآله الطاهرين. İlahi, öz zatını bizə tanıt. Çünki sən özünü bizə tanıtmasan, biz nə Peyğəmbərini, nə də haqqı tanıya bilərik. Qəlbimizi sənin marifinlə məkan et. Zehnimizi tavhid nuru ilə nurlandır. Və biz öz kəmal camalından bir rəhmət bəxş nəsib et. Muhammed sallallahu aleyhi və səlləm və onun pak əhl-i beytinin haqqına.